Sizcə bir insanın bayramı qeyd etməsi üçün nə qədər vəsaitə ehtiyacı var? Hər bir nəfərə 200 manat. Hər evdə 5 nəfər varsa 1000 manat. Hər şey qalxıb qiymətlər bahadır. 1 manatdır, 2 manatdır, 3 manatdır. Bayram keçirmək qiymətlər normaldır hal-hazırda. Hani qaldı indi qarşıdan inşallah Ramazan gəlir, onu qeyd edəcək, qiymətlər inşallah bəlkə də normallaşır. Yönəmə eləməmişəm. Çünki vəziyyət pisdir ona görə. Hələ maraq bilmir ki, hələ bazara girməmişəm, ondan sonra bilərik qiymətləri necə olduğunu. Elə bilinən bahaçılıqdır. Minimum 400 manat. Hələ hazırlaşmaq elə bir vəziyyət yoxdur. Vəziyyət nə deyirsiniz? Maddi durum. Əlbəttə bahadır. Misal üçün biri var, hardasa işləyirsən 600 manat maaş alırsan, əmək haqqı alırsan. Ondan da bir aylıq, yəni çətindir ailə saxlamaq. Getməmişim mağazinə, ancaq bahalıq. Məncə pula ehtiyac yoxdur. Keçirtməsələr daha yaxşıdır. Baxın ailə üzvlərinin sayına və açdığın süfrəyə uyğun. Yəni məsələn normal ailə üçün 500 manat bayramı qeyd etmək üçün hər bir adətən quru şəkər, bura, paxlava, qoğal, söhbəti üçün. Sizcə qiymətlər normaldır bayramı keçirmək üçün? Hələ o bir-iki həftədən sonra bilinəcək. Biz də vaxtı çatanda biz də hazırlaşarıq. Vallahi deməzdim hamı üçün. Müəyyən bir qism üçün normal. Amma çox adam üçün yox. Çox, maksimum 200 manat. Mən hələ ki hazırlaşmamışam bayrama. Çünki biraz bahaçılıqdır ona görə. Qiymətlər məncə normal deyil. Yəni bahadır. Yəni kim necə istəyir də satır. Vallahi şəxsən mənim üçün bayramlar formal bir xarakter daşıyır. Yəni o qədər də əhəmiyyəti yoxdur. Problemlər çoxdur iqtisadi cəhətdən. Qiymətlər hər gün artır. Bunu hər bir vətəndaş görür. Hər gün buna biz hiss edirik. Yəni artmaqda da davam edir. Zaten bayrama həmin gün hazırlaşmaq lazımdır. Çünki əvvəldən eləyən bilmirsən, olacaqsa olmayacaqsan. Hər zamanın özünə uyğunluğu var da xanım. Yəni etiraz eləməyinə dəymir. Baxır da xanım, əgər sən çox istəyirsən, hər kəs öz istəyinə görədir. Azı çoxa çoxdur.